Məhəmməd Peyğəmbərə etiraz edənlər də Məkkənin ətrafında həc biznesi qurmuş insanlar idi. Onlar da sədəqə verirdilər. Onlar da İndi həc həc biznesi edirdilər. yoxdur. İndi də ən böyük biznesdir. Həccə getmək lazımdır. Həc gedib hansısa Kəbənin ətrafına fırlanmaq deyil. Məsələn, getmişəm dəfələrlə. Getdiyim zaman fırlananda mən daha yaxşı elşad olmuş olmuram. 7 dəfə fırlandım. Sonra gəldim orada Məqam İbrahim deyirlər. Bu boyda belə bir şeyin arxasında 2 rükət namaz qıldım. Ondan sonra zəmzəm suyu içdim. Sonra Səfa Mərvədə qaçdım. O səy deyirlər buna. Nə oldu? Nə dəyişdi? Sonraki günlərdə inirsən. Sonraki günlərdə səhər yeməyindən sonra gedirsən həmin şəhərdə günorta yeməyini harda yeyə bilərəm, axşam yeməyini harda yeyə bilərəm, yer axtarırsan. Sonra həmin yerdə mollar varsa, ticarət mərkəzləri varsa onu gəzirsən. Sonra Minada nə edirsən? Qalırsan orada. Sonra da bunlara kişilərə elə paltar geyindirirlər ki, ehram deyirlər adını da. Deyirlər ki, əynində bundan başqa heç bir şey olmaz. Tikili heç bir şey geyinə bilmərsən. Təkcə 2 parçanı geyinməlisən. Niyə? Çünki sənə deyir axirəti xatırladır, ölümü xatırladır, kəfəni xatırladır. Elə kəfən geyinərəm də. Bəs qadınlara deyir onlar. Niyə qadınlara xatırlatmasın? Kişilərə xatırlat. Yəni o qədər həcci gətiribdilər ki, bu günlərim həccə... Amma getməliyik. Xeyr, orada dəvət edilən İbrahim Peyğəmbərə keçir orada Quranda. Deyir ki, ən-nas, orada müəyyən insanlar, hansı insanları? Dünyanın problemlərini, insanlığın problemlərini, bəşəriyyətin problemlərini həll eləyə biləcək şəxslərdən gedir söhbət. Yəni hökumətləri, iqtidarları, bəli, iqtidarları təmsil eləyəcək şəxslər oraya gedə bilər. Ki, yığışıb nə edə bilərik? Və mən bunu deyirəm ki, bu günləri 1945-ci ildə qurulmuş, əslində Birləşmiş Millətlər Təşkilatının funksiyasıdır. Allah bizə əsrlərlə əvvəl bunu buyurub. Amma biz bunu nə eləmişik? Sadəcə indi, sonraki dövrlərdə qurulmuş, Səudiyyə Ərəbistanının monopoliyasına verilmiş, bir biznes halına gətirilmiş və onların sadəcə buradan qazandıqları maliyyə Azərbaycanın dövlət büdcəsindən qat və qat artıq olan bir rəqəmlərdən gedir söhbət. Niyə?